Bir insan təsəvvür edin, hər il özünə dəyişəcəyini söz verir və artıq xarici dillə məşğul olmağa başlayacağam, idmana və sağlamlığımın qayğısına qalacağam, idmana başlayacağam, kitab oxuyacağam inkişaf etmək üçün. Lakin bütün bunlara başlayır, sonra davam edə bilmir, zamanını və enerjisini idarə edə bilmir, disiplin və iradə gücü problemləri yaşayır və illəri eyni keçir. Məhz bu mövzuda mənim 3 PDF formatda kitabçam var. Zamanın idarə edilməsi mövzusunda birinci, mənim özümün şəxsən tətbiq etdiyim 3 əsas alət. İkincisi, kitabçalardan Niyə Məndə Alınmır adında şəxsi və peşəkar inkişafda insanların qəti diqqət etmədiyi və bilmədiyi bir neçə məqam, hansıların ki insanlar bilmədiklərinə görə başlayıb davam edə bilmirlər. Və üçüncü PDF kitabça 2026-cı ildə mənim planlarım necə olmalıdır? Çünki planlamanı insanlar doğru etmirlər. Bu kitabçalardan hər hansısa birini əldə edən insan növbəti mərhələlərə keçid ala bilir. Konsultasiya xidmətinə, mənimlə fərdi görüşə, öz suallarını cavablandırmaq üçün 70% endirim və noyabr ayının sonunda bütün bu PDF kitabçaları əldə edən insanlarla bizim onlayn seminarımız olacaq və mən orada əlavə sualları da bütün hər kəs üçün cavablandıracağım.